Tam da mövsümündə içi dolu-dolu, qozulu almalı qurabiyə resepti paylaşacağam. Başlayaq içliyini hazırlamağa. Almanı qabıqlı şəkildə sürkəcin iri gözündən keçirib tavaya əlavə edib ocağa yerləşdirdim. Üzərinə şəkər tozu və qoz ləpəsini də əlavə edib suyu çəkilənə qədər bişirdim. Daha sonra kənara soymaq üçün qoyuram. Yoğurma qabına yağ, şəkər pudrası, əvvəlcədən süzdüyüm qatığı da əlavə edib yaxşıca qarışdırdım. Üzərinə ələdiyim un, qabartma tozunu da töküb əlimlə xəmir yoğuracağam. Qeyd edim ki, ərzaqların miqdarını və lazım olan məlumatı da açıqlama hissəsində yazacağam. Ələ yapışmayan yumuşaq bir xəmir əldə etdim. Xəmiri 24 eyni bərabər hissəyə bölüb kündələdim. Bu arada soyumuş içliyə darçın əlavə edib qarışdırdım. Xəmiri əlimlə uzunsov formaya gətirib oxlovla çox az yayıb içlikdən yerləşdirib gördüyünüz formada bükürəm. Lazım olduqda undan da istifadə edə bilərsiniz. Videonu bura qədər izlədinizsə bəyənib rəylər bölməsində izlədim deyə də qeyd etsəniz sevinərəm. Qurabiyələri üzəri ağarıb altı qızarana qədər əvvəlcədən qızdırdığım sobada bişirdim. Soyandan sonra üzərinə də şəkər pudrası əlavə etdim. Nəticə isə göz qabağındadır, möhtəşəm alınıb. Belə videoların davamı üçün səhifəni izləməyi unutmayın.